Salam, kanalıma xoş gəlmisiniz. Bu videoda sizə Doha şəhərindən, oranın gəzməli, görməli, maraqlı yerlərindən bəhs edəcəm. Azov hava yolları ilə Qətərə 4 günlük qrup turuna çıxdıq. Çox rahat, yüngül uçuşumuz oldu və Bakının ən soyuq vaxtında Dohanın isti, mülayim havası ilə qarşılaşdıq. Otelimiz bizi gül çiçəyi ilə qarşıladı. Oteldə yerləşdik və biraz istirahət etdikdən sonra şəhər gəzintisinə çıxdıq. Doha şəhəri iki hissədən, köhnə və yeni Dohadan ibarət olduğuna görə və bizim otel də köhnə Dohada yerləşdiyindən ilk əvvəl köhnə Dohanı gəzməyi qərara aldıq. Bura məşhur Doha bulvarıdır. Basra körfəzi boyunca uzanan 5 kilometrlik bir sahəni bu bulvar əhatə edir. Palm ağacları, yaşıl zonalar, modern göydələnlər bulvarın mənzərəsini daha da gözəlləşdirir. Bura bulvarın bayraq meydanıdır və bu bayraq meydanında demək olar ki, müxtəlif ölkələrin bayraqları dalğalanır. Mərkəzində də bizim gözəl Azərbaycanımızın möhtəşəm bayrağı qürurla dalğalanır. Bulvar çox böyük olduğundan biz onu golf maşınları ilə gəzməyə qərar aldıq. Qarşıda görünən rəngli alan, rəngli evlər deyilən gəzi yeridir. Yəni orada gözəl fotosessiyalar etmək və gəzinti aparmaq mümkündür. Dohanın ən rəngərin səmtlərindən biri də Minadır. Korniş adlanan bu bulvar hissədə yerləşən Mina, turist gəmilərinin yerləşdiyi, dayandığı yeni limana çox yaxındır. Bura Dohanın mərkəzində yerləşən City Mall Dohadır. Çox böyük, 5 mərtəbəli bir ticarət mərkəzidir və orada həm xarici, həm də yerli malların satışına uyğun mağazalar, kinoteatr və əyləncə mərkəzləri, kafelər fəaliyyət göstərir. Gündüzlər şəhərdə az adam olsa da, ticarət mərkəzlərinin qarşısı və ticarət mərkəzləri insanlarla dolu olur. Şəhər çox mənzərəli, çox səliqəli, çox görüntülü və ürəkaçandır. Bir sözlə çox möhtəşəm bir şəhərdir. Bura şəhərin yeni Doha deyilən hissəsidir. Bura Dohanın Mirvari adası deyilən hissəsidir. Qədim dövrlərdə Qətərin əsas gəlir mənbəyi olan mirvari sənayesinə hörmət əlaməti olaraq inşa edilmişdir. Adı dəbdəbəli mənzilləri, villaları, mağazaları və restoranları ilə məşhurdur. Neftdən əvvəl Qətərin ən mühüm gəlir mənbəyi olan Mirvari bu adanın tikilişində mühüm yer tutur. Dohada yeni bina üsulları ənənəvi İslam ərəb memarlığı ilə ultramüasir dizaynları birləşdirir. Şəhərdə şüşə və poladla işlənmiş göydələnlər, geometrik formalar, həmçinin ekoloji cəhətdən davamlı, ağıllı binalar üstünlük təşkil edir. Məqsəd funksionallıqla dəbdəbəni və yerli mədəniyyəti sintez etməkdir.